Dostum, bir dəqiqə dayanıb düşün. Niye bütün sürücüler eyni platformaların qurbanı olur? Her yerde eyni hekayə, ağır planlar, cərimələr, 25% komissiya. Sanki bu kifayət değilmiş kimi bir de dəstək heç yoxdur. Biz milli taksini məhz buna görə yaratdıq. Bu qəribə oyunun qaydalarını dəyişmək üçün. Bizim fərqimiz nədir? Plan stresini unut. Bizdə heç bir məcburi plan yoxdur. Komissiya cəmi 5%, 25% deyil, sadəcə 5%. Canlı dəstək, istənilən vaxt yanındayıq. Məsələ sadədir, sürücü qazanmalıdır. Yoxsa nə məna var ki, bütün günü işləyib özünü əziyyətə salasan? Sən də dəyişiklik istəyirsənsə, gəl, bizə qoşul. Bu sadəcə bir taksi şirkəti deyil, bu milli taksidir və bu hər şeyi dəyişir. Çünki hər sürücü hörmət və ədalət haqqı edir.